Hər şeyin müddəti və sonu var. Yadındadır, qulağın yaxşı eşidirdi, gözün iti görürdü. Hə? Yadındadır, yaxşı rahat nəfəs alırdın. Yadındadır, dişlərin salamat idi. Hə? Bitdi. Bəzi şeylər də vardı ki, bunlar da yoxdur. Həvəsi qalıb ürəkdə, özü bitib. Bir-bir neymətlərin getməyini qoca adamlar əyani olaraq başa düşür. Görür ki, zaman artıq alıb əlindən. Qoca yaşında zamanla üz-üzə qalır. Görür ki, zaman nə qədər amansızdır. Bağışlayın, deyə bilər, bu sözləri danışmaqla bizi qəmləndirirsən. Yaxşı da indi, alternativ nədir bəs, neynəyək? Bunu deməyək, neynəyək bəs? Özümüzü yumaq, reallıqları bundaq yaşayaq. Bax, bu yol dalana aparır. Hünər budur ki, həyatın sərt reallığını qəbul edib ləzzətlə yaşamağın yolunu tapasan. Yoxsa ötəri ləzzətlərə aldanıb, ağır dərdlərə müftəla olmaq əslində insan övladı üçün böyük bir faciədir.